Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Bu günləri biz hesab əməllərinin növbəti video izahını çəkirik. Birinci video izahda biz vurma, çıxma, toplama əməllərinə aid sualları işləmişik. Bu günləri bölmə əməlin keçib artıq biz yekunlaşdıracağıq bu mövzunu. Çünki bizə lazım olanlar toplama, vurma, çıxma, bölmə əməlləridir. Bölmə əməlləri çubuq bölmədən istifadə edəcəyik bölmə əməli tapmaq üçün. Bölmə əməli digərlərindən heç də fərqli deyil. Çox rahat şəkildə olacaq, özünüz görəsiniz. Başlayaq 78-ci sualdan. 78-ci sualda baxsaq görək ki, bizin 2 AB-ni 5-ə bölüb C6 alıb cavabda. Qalıqda da 0 alıb. Biz 2 AB-ni 5-ə böləndə əgər C almışıqsa, deməli C-ni birinci hissəni, məsələn, baxaq 2A-nı biz bölmüşük 5-ə. Almışıq C. Deməli, C-ni biz 5-ə vuranda 20 olub ki, burada 20 yazmışıq. C-ni tapırıq ki, C 4-dür. 4-ü 5-ə vurduq 20. 2A-dan da ki, biz 20-ni çıxırıq. Burada AB alınır. AB-ni də necə tapa bilərik? 6-nı 5-ə vuranda bizdə AB-ni verməlidir. Çünki 2A-dan 20-ni çıxmışıq. A qalıb burada. B də düşüb aşağı. Deməli, AB də bizdə 30-dur. 30-u da yuxarıda da yerinə yazsaq. Gəldik, burada da bizdən istəyir A plus B plus C olacaq 3 plus 0 plus 4. Deməli, cavabımız olacaq C variantı 7. Keçək 79-cu sualda. 79-cu sualda demək olar eyni tipdə sualdır. 9 A0 B-yə bölmüşük, cavabda almışıq 120. Artıq burada biz fikirləşməliyik ki, 120-yi nəyə vursaq 9-la başlayan ədəd alınar. Ondan əlavə olaraq biz fikir versək, görək ki, 9-dan burada B-ni çıxıb, 9-u bölüb B-yə 1 alınıb. 9-dan da B-ni çıxıb, aşağıda 1 qalıb. Deməli, bu B 8-dir bizdə. B 8 isə 8-i 120-yə vuranda biz artıq cavabı almış olacaq. Bizim cavabımız olacaq 960. A-nın yerinə 6 yazırıq. A vur B-ni istəyir bizdən, çünki B-nin yerinə 8 yazırıq. Cavabımız olacaq Y bəndi 48. 80-ci sual çox rahat sualdır, onu sizə saxlayıram. 80-ci sualı işləyib ümumiyyətlə şərhlərdə yaza bilərsiniz cavabını. 81-ci sualda işləyə bilərsiniz məncə. 80-i şərhlərdə yazarsınız, gözləyəcəyim cavabınızı. Elə eləyək ki, 81-ci suala düşsün burada. 81-də yazarsınız. 81-də də yəni ki, burada artıq bizdən cavabı verib 4B 3A-ya bölünəndə. Yəni biz burada bir dənə fikir verməliyik ki, 159-dan 15B-ni çıxanda 9-dan B-ni çıxanda burada 7 niyə alınıb? Keçək növbəti suallara. Növbəti suallarda məsələn 82-ci sual var. 82-ci sual əslində çətin sual deyil, sadəcə tələbələr bir suallarda çox hərif görəndə sualda o sualdan çalışırlar ki, qaçsınlar. Bilmirəm nəyə görə. 82-ci suala baxsaq görək ki, 18-ə bölüb ABC ədədini. Cavabda alıb 3B. Artıq bizə məlumdur ki, biz burada AB-dən YC-ni çıxmışıqsa, deməli 3-ü 18-ə vurub həmin YC-ni almalıyıq. 3-ü 18-ə vuranda bizdə eləyəcək 54. Artıq biz C-ni də tapdıq, Y-ni də tapdıq. C-lərin yerinə də gəlib burada 4 yazsaq. AB-dən 54-ü çıxmışıq. Aşağıda 14 alınıbsa, deməli bizdə A olub 6, B də olub 8. Çox rahat şəkildə yəni tapılan bir sualdır. A-nın yerinə yazırıq burada biz 6, B-nin yerinə 8. 6 vur 8 olacaq 48. 48-in də üstünə 4 gələcək C-nin yerinə. Cavab olacaq 52. Gəlin 83-cü suala baxaq. 83-cü sualda A-nı 3-ə bölmüşük. B alınıb, qalıqda da B alınıb. Deməli, biz B-ni 3-ə vuranda 6 eləməlidir ki, A-dan 6-nı çıxmışıq, qalıqda B alınıb. 3-ü 2-yə vuranda bizdə eləyəcək 6. Qalıqda da 2 alınıbsa, biz A-nı tapmalıyıq. 2 vur 3, üstəyəl 2.
Deməli bizdə A olacaq 8. Növbəti sualda 3-ü B-yə bölmüşük 1 eləyir. Qalığı burada bizə verməyib, qalığı göstərib sual işarəsi. Deməli elə biz B-ni tapmışdıq 2. 3-ü 2-yə böləndə üstdən 2 çıxacaq. Qalığımız olacaq 1. Əsas A bölü B-ni tapmaq üçün də 8-i bölürük 2-yə. Çünki A 8 tapmışıq, B-ni də tapmışıq 2. Bizim cavabımız eləyəcək 4. Keçək növbəti suallara. Növbəti suallardan biraz fərqli tiplər var. Və 84-cü suala gələk. 84-cü sualı 2 yolla həll eləmək olar. Birinci yol belə deyim ki, yerinə rəqəmləri qoymaqla. Məsələn, K bölünsün M bərabərdir 4-ə, qalıqda da 3 qalıb. M bölünsün L bərabərdir 6-ya, qalıqda da 5 qalıb. Biz bunu belə yaza bilərik. L-in yerinə məsələn 1 qoyaq, kiçik ədəd qoyaq ki, sonra biz onları qarışdırmayaq. L-in yerinə 1 qoysaq, 6 vurulsun 1, qalıqda da 5 var idi deyə, üstünə də 5 gələcək. Deməli bizdə M eləyəcək 11. M-in yerinə 11 yazsaq, 4 vurulsun 11, 44, 44-ün üstünə 3 gəldi, K eləyəcək bizə 47. 47-ni də 24-ə böləndə bizdə alınacaq 47, 48 2 dəfə bölünür 24-ə, 47 də bölünəcək 1 dəfə, qalacaq 23. Cavabımız olacaq Y bəndi. Amma bunu digər yolla həll eləyəsi olsaq, biz M-in yerinə yazacağıq ki, 6 vurulsun L, üstə gələnsin 5. Bərabər olacaq bizdə M-ə. Növbəti dəfədə K-nı tapmaq üçün K-nı da yerinə yazırıq ki, 4 vurulsun M, üstə gələnsin 3. Bu da bizə bərabər olacaq K-ya. İndi M-in qiymətini gətirib yerində yazsaq, olacaq bizdə K bərabərdir 4 vurulsun 6L plus 5. 6L plus 5 plus 3. Bunu da həll edib atsaq, olacaq K bərabərdir 24L üstə gələnsin 20 plus 3, bir dəfəlik yazaq 23. Görürsünüz ki, burada 24L-dir. 24-ü biz fərqi yoxdur. Hansı natural ədədə vururuqsa, təbii ki, o 24-ə bölünəcək. Ona görə də plus 23 artıq burada görürsünüz qalıq olacaq. Bu yol daha məntiqli, daha rahat yoldur məncə. Yerinə rəqəm qoymaq da olar, qarışdırmayacaqsınızsa əgər. Yerinə rəqəm qoymaq da rahat üsullardan biridir. Elə tələbələr var ki, yerinə rəqəm qoymağı daha rahat hesab eləyir. Keçək növbəti suala baxaq. Növbəti sual da demək olar ki, buna oxşardır. Daha doğrusu 85-ci sual əvvəlki suallara oxşardır. Keçək ona ötürək. Keçək 86-cı suala, bu suala oxşar sual. B-ni C-yə bölmüşük, cavabdan almışıq 5. Qalıqda da qalıb 2 bizdə. Yazaq B bərabərdir 5C üstə gələnsin 2. A da bizdə bərabər olacaq 4B üstə gələnsin 3. Bayaqki kimi həll eləsək bunu, B-nin yerinə 5C plus 2 yazsaq, bizdə A bərabər olacaq, bir dəfəlik yazıram, çalışıram. 4-ü vuracağıq 5C-yə, 20C. Üzülü sayım biraz problem oldu yazmaqda. Onu gəlin aşağıdan yazaq. A bərabər olacaq bizdə 20C plus 4-ü vuracağıq 2-yə 8. 3-ü də üstünə gələcək 11.
20'ni də bayaq dediyim kimi hansı natural ədədə vursaq 20'yə bölünəcək. Çünki bizdə sualda A bölü 20 istəyir. Qalığımız da olacaq bizim 11. Cavabımız olacaq A variantı 11. Sizə 87-ci suala. Sualda M çıxılsın N 63 verib. İlk baxışdan qarışıq görsənə bilər. Amma rahat sualdır demək olar. M-i tapırıq birinci çubuqlu bölmədən. M bərabər olacaq bizdə 4M plus 3'ə. Alt-alta çıxma verib M çıxılsın N. Elə biz bunu burada da çıxa bilərik yan-yana. Gəlin elə belə yazıq. 4N plus 3 çıxılsın N. Bizə bərabər olacaq 63'ə. 3N bərabər olacaq 60'a. N də bərabər olacaq 20'yə. N də 20'dirsə əgər, biz N yerinə 20 qoysaq birinci çubuqlu bölmədə, yəni yazmış orada 4N plus 3. Bu bərabər idi bizdə M-ə bu hissə. 4'ü vuracaq 20'yə, 80, 80'in üstünü üst gələcək. Cavabımız eləyəcək Y bəndi 83. 90-cı sual daha maraqlı sualdır. İstəyirəm 90-cı sualı izah edeyim. 90-cı sualda görürsünüz ki 5AB bölünsün 11 bərabərdir. Cavabda alınıb AB, qalıqda da qalıb 10. Çox tələbələrimiz bunu həmişə səhv salırlar. 5 vur A vurulsun B kimi yazırlar. Əslində bu belə deyil. Adi 3 rəqəmli ədəddir. Ona görə biz bunu açanda yazmalıyıq 5 vurulsun 100 üstə gəlsin. 5 çünki yüzlük olduğuna görə, A'dakı 10'luğa aid olduğuna görə 10 vurulsun A, yəni 10A. Üstə gəlsin B. Belə yazmalıyıq bu ifadəni. Bərabərdir 11 vurulsun 10A. Üstə gəlsin B. Üzürlüsən bu günləri nəsə yazı problemimiz olur bizim. Ev yox, bu yandan yazarıq. Üstə gəlsin B. Üstə gəlsin 10. Biz bunu həll edəsik, artıq biz cavabımız bəlli olacaq. Deməli 500 üstə gəlsin 10A plus B bərabərdir 110A üstə gəl 11B üstə gəlsin 10. A'ları B'ləri bir tərəfə keçirsək, keçirdək sağa, 10'u da keçirdək sola. 500'dən 10'u çıxacaq, olacaq 490 bərabərdir 100A 110A'dan çünki 10A'nı çıxırıq. Üstə gəlsin 10B. Bunun hər tərəfini 10'a bölsək, olacaq bizdə 49 bərabərdir 10A üstə gəl B'yə. 10A plus B 49'a bərabərsə, buradan aydındır ki artıq onun deməli biz 4'ə vurmuşuq ki 40 alınıb, 40'ın üstünə 9 gəlmişik ki 49 olub cavab. Deməli artıq tapırıq A bərabərdir 4, B də bərabərdir 9'a bu ifadədir. Bizdən A plus B'ni istəyirdi. Cavabımız olacaq B bəndi 13. 91-ci sual çox asan sualdır. Ona baxmağa dəyməz. Məncə burada onu özünüz də yaza bilərsiniz. 92-ci sual bayaq izah elədiyimiz tiplərdəndir. 99-cu suala baxaq. 99-cu sualda
AB bölünsün 13 bərabərdir. Göstərməyib neçə edir. Amma qalığı göstərib ki, bizə 5 eləyəcək. CD-ni də 13-ə bölüb. Qalığı da 7 göstərir. Özümüzdən qismət qoysaq ora, yəni AB-ni 13-ə böləndə neçə eləyir özümüzdən yazsaq, kiçik ədəd alınsın deyə qarışdırmayaq, elə yazaq 1. CD-ni də 13-ə böləndə əgər 1 eləsə, bizdə alınacaq. Məsələn, AB-nin yerini, CD-nin yerini olacaq 1 vurulsun 13 plus 7, yəni 20. AB-nin də yerini alınacaq 13 plus 5, 18. Bunu həll edib, biz qalığı tapmalıyıq ki, qalıqda bizə neçə verəcək. 18-i 13-ə bölsək 5 dəfə düşəcək. 1 dəfə düşəcək, 5 qalacaq orada bizdə. Aşağı düşəcək 5. 18-dən məsələn 13-ü çıxaq. Bizdə qalacaq 5. 52 düşəcək sonra aşağı. 52-ni də 13-ə biz böləndə eləyəcək 4 dəfə. 52-dən də 52 çıxacaq, qalıqda alınacaq 0. Deməli, cavabımız olacaq C variantı 0. 100-ə baxırıq, 100-də KLMN bölünsün verməyib hansıdır, 2 ulduz verib, cavabı da 2 ulduz şəklində verib. Amma aşağıda görürsünüz 56 verib. Aşağıda 56 verməyi ilə bizə burada kömək eləyəcək. Yaxınlaşdıraq biraz sualı. 56 çıxmışıq, alınıb 2, sonunda qalıqdır. Deməli, bizdə burada 58 olub. N olduğu kimi düşüb aşağı, M-dən də 0 çıxmışıq, 5 alınıb. KL-dən də 1-4-ü çıxmışıq. 2 ulduz verməyinə baxmayaraq, görürsünüz ki, 58-dən 56 çıxıb, deməli, burada olub bizdə 0. Deməli, bizdə olacaq K1, çox asan da oldu bunu tapmaq. L olacaq 4, M olacaq 5, N olacaq 8. Cavab A variantı 1458. Sonra 103-cü sual biraz çətin görünə bilər, amma çətin deyil. Bayaq işlədiyimiz suallarda sadəcə M çıx 2 çıxışdıra bilərsiniz. M plus 3 çubuqlu bölmədə göstərilir. M çıx 2-ni biz tapacağıq buradan. M çıxılsın 2 bərabərdir 11N plus 1. M plus 3-ü də tapacağıq. M plus 3 bərabərdir 16 vurulsun N çıx 2-yə. O da olacaq bizdə 16 N çıxılsın 32 plus 8. 11 dəfəlik yazacağım mən bura. 16 N çıxılsın 32 yox, ya da çıxılsın 24. Çünki orada 8 də var. Müsbət 8-dən toplananda mənfi 24 eləyəcək. Biz bunu müxtəlif yollarla əslində həll edə bilərik. Əvəz etmə yolu ilə də həll edə bilərik. Toplama yolu ilə də həll edə bilərik. İkincidən birincini çıxsaq daha rahat həll edə bilərik. İkincidən birincini çıxsaq burada, çünki M-lər gələcək, bizdə bir məhsulu daha rahat tapa bilirik. 3-dən 2-ni çıxanda bizdə eləyəcək 1 bərabərdir. Üzrdən 3-dən 2-ni, mənfi 2-ni çıxırıq. Bizdə eləyəcək 5. 5 bərabərdir 16 çıxılsın, 16 N çıxılsın, 11-ni eləyəcək 5 N. Mənfi 24-dən də müsbət 1 çıxanda bizdə eləyəcək mənfi 25. Deməli, bizdə 5N bərabər olacaq 30-a, N bərabər olacaq 6-ya. N-i tapdıq 6, bizdə də N plus N-i istəyir. Elə birinci tənlikdə məsələsini yerinə qoya bilərik. M çıxılsın 2 bərabər də 11N plus 1 idi. Amma belə yaza bilərik elə. M bərabərdir bizdə 11 vurulsun 6-ya, 66. Üstə gələnsin 1. Mənfi 2 də bu yana keçəndə olacaq müsbət. Üstə gələnsin 2. Deməli, eləyəcək 69. M plus N də bizdə eləyəcək 69 plus 6. Cavabımız eləyəcək C variantı 75. Demək olar ki, fərqli tipdə sualımız qalmayıb bizim. Gəlin bir dənə də 110-cu suallar tipində suallardan baxaq. 110, 111, 112, 113 eyni tipdədir.
Əslində bayaq işləmişik bu suallardan. Sadəcə bu biraz yazılı tipdə verildiyindən görə tələbələr ola bilər ki, fərqli tipdə bunu görüb biraz qorxsunlar. Özlərini qorxsunlar. Ancaq qorxutmağa heç bir ehtiyac yoxdur. Gəlin işləyən məsələsini. Bizdən burada soruşur ki, V bölünsün 5. 110-cu sualda bərabərdir L qalıq olacaq 3. X bölünsün 5 bərabərdir T qalıq 1 olacaq münasibətlərinə əsasən V plus X-i cəminin 5-ə bölünməsinə alınan qalığı tapın. Elə birbaşa burada yaza bilərik bayaq, çünki işləmişik, artıq bilirik. Necə işləmək lazımdır sualları. V plus X-in yerinə yaza bilərik ki, V bərabərdir nəyə olacaq? R vurulsun 5 plus 3. V'nin yerinə yazaq 5R. 5R plus 3. X'in də yerinə yazmalıyıq ki, 5T plus 1. Üstə gəl 5T plus 1. Bu da bizdə bərabər olacaq. 5'i qabağa çıxarsaq 5 vurulsun R plus T. 1 ilə də 3'ü toplayacağıq, olacaq plus 4. Bayaq işlədiyimiz suallarla tam oxşar sualdır. R plus T'nin qiymətindən asılı olmayaraq biz 5'i vururuq o ədədə. Deməli o ədəd 5'ə bölünəcək. 5'ə bölünürsə bizdə bir dənə artıq qalır burada plus 4. Deməli qalığımız olacaq 4. Bugünlük bu qədər əziz tələbələr. Hesab əməlləri mövzusunu bu video ilə bitiririk. Gələn videoları da izləməyi unutmayın. İnşallah növbəti dərsləri növbəti günlərdə paylaşacağıq.